ümumiyyətlə dünyada aktyorlar, zəhmətkeş aktyorlar var. Bir də var istedadlı aktyorlar. İstedadlı və zəhmətkeş olmaq ən çətin məsələdir. Mən bilmirəm mən nə qədər istedadlı adamam, nə qədər savadlı adamam, amma mən bir şey bilirəm ki, zəhmət dünyada ən vacib şeydir. İnsan əgər zəhmət çəkmirsə, insan əgər araşdırmırsa, oxumursa, öyrənmirsə, məntiqini işə salmırsa, dünya görüşü yoxdursa və s. məsələ yoxsa heç vaxt uğuru qazanılmaz. Ən vacib məsələ mənə görə insan dolu olmalıdır. Ağıllı olmaq, intellektual olmaq, dünya görüşü, vergüllər çoxdur da burada. Onlar ayrı şeydir, amma dolu olmaq, dərin olmaq hər adama aid olan bir şey deyil. Çox intellektual adamlar var, çox ali təhsilli, savadlı, çox vergüllər var, amma dolu deyil. Dolu olmaq, dərin olmaq hər adama nəsib olmayan bir şeydir. İnsan yaradıcı adamdırsa, musiqiçidirsə, rəssamdırsa, heykəltaraşdırsa, aktordursa, fərq etmir də, yaradıcı camiənin içində yaşayan adam, yaradan adam, orada olan adam mənə elə gəlir ki, dolu olmalıdır, dərin olmalıdır.